Yaşad Fondu və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə şəhid övladları üçün növbəti idman düşərgəsi keçirilib. 6-9 aprel tarixlərində təşkil olunan 4-cü düşərgəyə 11-15 yaş aralığında olan şəhid övladları qatılıb. Proqram çərçivəsində iştirakçılar avar çəkmə və kanoe üzrə milli komandanın üzvləri ilə görüşərək bu idman növü ilə yaxından tanış olublar. Düşərgənin sonunda isə iştirakçılar üçün istirahət və əyləncə proqramı təşkil edilib. Bura çox maraqlıdır. Müəllimlərimiz bizə kayak sürməyi öyrətdi. Mən əvvəlcə kayak sürməyi bilmirdim, amma müəllimlər bizə öyrətdi və kayak sürməyə başladım. Burada bizə hər şey öyrətdilər, dostlarıma da öyrətdilər. İndi biz çox yaxşı kayak sürə bilirik. Qəhrəman şəhidlərimizin övladları Su İdman Növləri Federasiyasının bazasındadılar. Onlar burada su idman növünün yaxından sirlərini öyrənirlər, təlimlərə cəlb olunurlar və biz hesab edirik ki, bu cür sosial layihələr hər zaman olmalıdır.